Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun da toxunması çox asandır. 6-6 yığırıq ilməkləri milimizin üstünə. Rezinka hissəsi mən bir düz bir tərs toxumuşam. Burada düymə qoymaq üçün qoymuşam. Bunlar da burada 3 arada 3 arada 3 düz, 3 də sonra tərs qoymuşam. Tərs yoxdur, bu naxışı qoymuşam. İndi sizə qısa formada bunu yığacağım. Belə. Burada bu belə də qısa yığacağım. 6-6 yığıram ilmələri. 18, 2 də kənar ilmək. Bunun üçün də belə bir sapımı götürürəm. Milimin üstə yığıram ilməkləri. 20 ilmək yığacağım. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmək. Buradan da bir düğümləyirəm. Bu artığı da buradan kesip götürürəm. İndi burada rezinka toxuyan deyiləm mən. Kim istəyir rezinkada toxuya bilər. Mən burada indi bir tərs bir düz toxuyacağım 2 sıra. Çox toxuyan deyiləm. Bura düz üzüdür. Düz üzündən bir tərs bir düz toxuyuram ki, bir sırada arxa özdən. Yəni toxuyanda naxışlar əyilməsin. İndi tərs üzdən də bir sıra, bir tərs, bir düz toxuyuram. İndi buradan kənarı götürürəm. Bu 3 ilməkdən 3 ilmək çıxardıram. 1, 2, 3 ilmək çıxardıram. Rezinka hissəsini 2 sıra toxudum, da toxumadım. Kim nə qədər istəyir, o qədər toxuya bilər. Bu arada 3 düz, 2, 3 düz. Yenə buradan 3 ilməkdən 3 ilmək çıxardıram. Yenə 3 düz. 1, 2, 3 düz.
Burada rezinka saxlayıram. Bu hissəni də kim elini istəyər, çox saxlayar. Mən burada 2, 3, 4, 5, 6, 7 ilmək saxlamışam. Burada kimin ürəyi nə qədər istəyir, o qədər də saxlaya bilər. İndi mən bu tərəfdən birinci ilməyi götürdüm. Bu 1, 2, 3, 4, 5, 6, 7. Burana bir tərs bir düz toxudum. Bu qalan bu hissəni hamısını tərs toxuyuram. İndi düz üzdən yenə buradan bura qədər düz toxuyuram ilməkləri hamısını. Üç düzü toxudum. İndi burada 7 ilməkdir. Bunları bir düz, bir tərs toxuyuram. İndi tərs üzdən yenə bu 7 ilməni bir düz, bir tərs toxuyuram. Düz, tərs. Bu qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən bunların yerini indi dəyişirəm. Bura araya salıram. Kənarı götürdüm. İndi 3 düzü əvvələ salıram. 1, 2, 3 düz. Hansı ki buradan 3-dən 3 çıxartmışdıq. İndi burada ortadakı düz ilməkləri 3 ilməkdən 3 ilmək çıxardıram. 1, 2, 3. İndi bunun üstündəki bu düz ilməkləri üçünü də düz toxuyuram. 2, 3. Bu kənardakı 3 ilməyi də düz ilməkləri 3 ilməkdən 3 ilmək çıxardıram. Birini artırdım. Yenə birini çıxardım. Bunları yenə 7 ilməyi bir düz, bir tərs toxuyuram. Arxa üzdən yenə həmin bu 7 ilməyi yenə bir düz, bir tərs toxuyuram. 3, 4, 5, 6, 7 ilməyi. Qalan ilməkləri tərs toxuyuram.
Belə. Bunların yerini dəyişdim. İndi burada yenə bir sıra bu üzdən, bir sıra da arxa üzdən toxuyandan sonra yenə əvvəlki yerindən dəyişirik təzədən yerlərin. Belə bu formada aralara düşür naxışlar. Sağ olun. Gələn videomda görüşənə qədər.